Kərbəlayi, sənə bu günləri bax, avtobus düz evin yanından keçir. Sözünün əsl sübutunu göstərirəm. 4 otaq, 2 sotda, Uğur marketin düz yanında avtobusda düz evin düz qabağından keçir. Keçi evimizlə tanış olub. 4 otaq, 2 sot, əşyaların da bəziləri də yerində qalır. Bax qardaşım, gördün də avtobuslardan keçir. Sözün əsl mənasında qapının ağzından keçir avtobus. Həyətimiz budur, qardaşım mənim. Həyətinə 2 dənə maşın rahat şəkildə girir. Bax, sonra həyətdə oturmaq üçün bir dənə belə qəşəng, maraqlı bir dənə stol qardaşımız özü üçün düzəldib, maraqlı. Evimizin istilik sistemi kombidir. Gözəl qardaşlar. Çöldə bir hamam saunzerimiz var. İçəridə də hamam saunzerimiz var. Bir dənə zəhmət olmasa gəl buranı bir dənə çək Kərbəlayı. Keçək. Çölün hamam saunzeri. Evimizdə 2 dənə hamam saunzeri var. Əladır qardaşım. Evin indi sərgəsinə bax. Ev 19 ilin evidir. 19 il öncə bismillah. 19 il öncə tikilmiş bir evdir. Çox səliqəlidir, çox ürəyi açandır, çox da qəşəngdir. 4 dənə otaqdan ibarətdir. İlk öncə bu nəzərə çatdırıram ki, evimizin qiyməti çox aşağıdır. Çox aşağıdır. Bu bizim zalımızdır. Evin içərisində gördüyünüz bir neçə şeylər çıxmaq şərti ilə bəzi şeylərimiz yerində qalır, pərdəsinə qədər hətta. Bu bizim zalımız idi. Gördünüz? Gəlin də buraya Kərbəlayi. Bir dənə kuxnamızı çək, zəhmət olmasa. Bizim kuxnamızdır. Hər şey çox səliqəli, hər şey yerində. Hamam saunzerimiz yerində. Növbəti bir otağımız, Kərbəlayi, buranı da çək, zəhmət olmasa. Növbəti bir otağımızı sonuna diqqət elə. Sonuna diqqət elə, çünki deyəcəksən ki, Kərbəlayi, gəlin almağa, çünki evi saxla. Bax, sonra deməyin ki, ay qardaş, bu ev qalıb ya gedib. Qardaş, bu ev qalmayacaq. Buyur Kərbəlayi, buranı da çək. Biraz əşyaları sıx-sıx yığılıb, nəzərinizə çatdırım. Məsələn, evdə 3 dənə xaldenik var, 2 dənə xaldenik var, bunlar hamısı buradadır. İndi gələk əsas məsələyə, Kərbəlayi. Keçək əsas məsələni çöldə danış. Kərbəlayi, gəldi əsas məsələmizə. Əsas məsələmiz, yəni, pula. Avtobusun səsini eşidirsiniz də, düz var, qapının ağzından keçir. 4 otaq. Qardaşım, istilik sistemi kombi. Evin içində kondisionerlər yerində. 2 kondisioner, bir ikisi də yerində qalacaq. Evin içində bəzi əşyalar yerində qalacaq. Qiymətə var bir dənə, cəmi 73.000 manata. Bu bizim üçün start qiymətidir. Və nəzərə çatdırıram ki, belə bir qiymətə xırdalanlar belə bir ev axtarırsansa, axtarma çünki tapa bilməyəcəksən. Hardadır? Ancaq 114 əmlakdadır. Nəzərinizə çatdırıram ki, bu ev uzağı 2 gün qala bilər. Diqqətiniz üçün təşəkkürlər.